Mən Yasin Füzuli, bu rəvayətimi Bakı şəhərində olan şəhidimiz Hüseynov İsabalıya həsr edirəm. Atası və anasından xatirə. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Əvvəl verin salam, dinləsin məni hamı. Yazmışam bir rəvayət, sizə danışım nəhayət. Şəhid Hüseynov İsabala, İgid Hüseynov İsabala, vətənin mərd övladı, yadımızdan çıxmaz adı. Ondan danışacam hələ, indi keçim əvvələ. 2001-ci ildə, sentyabrın 15-də, o Bakı şəhərində, doğma öz vətənində. Göz açır bu dövrana, sevinir atayla ana. Deyim uşaqlığından, onun qoçaqlığından, qanacağı mərfətilə, tanınır hörmətilə. Vətənpərvər olurdu, böyüyüb yaşad olurdu. 2019-cu il qəhrəman kimi əsir, payızın bir günündə, oktyabrın 22-sində gedir hərbi xidmətə, xidmət edir dövlətə. Çünki vətən dardadır, gözləri intizardadır. 2020-ci il əmir gəldi ki qəfil, rəşadətli ordumuz, cəsarətli ordumuz əkiz hücuma keçdi, düşmənin qanını isti. İsabalada qabaqda, döyüş var Qarabağda, qan utdurdu düşmənə, canımda qurban sənə. Cəbrayılda, Murovda, Qubadlıda, Laçında, İsabala rəşadəti ilə, döyüşür cəsarəti ilə. 4 noyabr günündə, Laçın dəhlizində, ağır döyüş gedəndə, doğma ana vətəndə. İsabala şəhid oldu, öz adıyla ucaldı, şəhid xəbəri gəldi, qəmi kədəri gəldi. Paytaxt Bakı şəhərinə, onun doğma vətəninə. Bu xəbəri eşdən ana, ürək alışıb yana yana. Oğul deyib ağlayırdı, oğlum qucaqlayırdı, can sənə qurban bala, igid qəhrəman bala. Mən yolumu gözləyirdim, toy etmək istəyirdim, gəldi şəhid xəbərin, sənin qəmin kədərin. Deyə ağlayırdı, balası qucaqlayırdı, ata yazır neynəsin, dərdi kimə söyləsin. Arxada yağı getdi, yanan çırağı getdi, şəhidimizi götürdülər, aparıb dəfin etdilər. Məkanın cənnət şəhidimiz, ruhuna rəhmət şəhidimiz. İndi isə cəmaətim, ey xalqım, ey millətim, İsabala tək olanlar, igid qəhrəmanları heç vaxt unutmaq olmaz, yaddan çıxartmaq olmaz. Onlar tarix yazdılar, torpağımızı aldılar. Bütün qazilərimizə, veteran igidlərimizə Allahdan olsun kömək, unutmayaq biz gərək can vətən oğlanları, igid qəhrəmanları. Şəhidlərimizə rəhmət, yerləri